Salam əziz müdavimlər, mən Uğur Təhsil Mərkəzinin kurikulum üzrə təlimçisi Muradova Aygün. Bugün sizlərlə kurikulumdan daha bir bölmə, effektiv rəy bölməsi üzrə video izahımıza baxacağıq. Effektiv rəy bölməsi bizdə formativ qiymətləndirmə mövzusunda bölməsində öyrənilir. Effektiv rəy formativ qiymətləndirmədə qurulan əks əlaqənin qurulma metodudur. Biz əks əlaqəni həm müəllim və şagird arasında, həm də şagirdlə şagird arasında görə bilərik. Yəni rəy həm müəllimdən şagirdə, həm də şagirddən şagirdə verilə bilər. Gəlin biraz rəy anlayışına baxaq. Rəy nədir? Rəy görülən işə və ya hansısa məhfuma bildirilən fikirdir. Əlbəttə, rəy sadəcə pedaqoji sahədə olmur. Biz gündəlik həyatın da hər bir sahəsində rəyə rast gələ bilirik. Atanın oğlu hansısa gördüyü iş üçün bildirdiyi fikirdən tutmuş, dostun öz dostuna verdiyi hansısa rəy falan. Bunların hər biri rəyə nümunə ola bilər. Lakin əsas məsələ budur ki, rəy iki cür olur. Deməli, bizim rəylə bağlı ilk öyrəndiyimiz, ilk bilməli olduğumuz nədir? Rəyin forması. Rəy iki formada olur. Müsbət məzmunlu rəy, mənfi məzmunlu rəy. İnkişaf etdirən rəy, inkişaf etdirməyən rəy. Konstruktiv sözünün mənası məhz düzəldən, irəli aparan, inkişaf etdirən deməkdir. Buna görə də müsbət məzmunlu, yəni şagirdi, rəy verilən hər kimdirsə, onu inkişaf etdirən, onun səhvlərini düzəltməyə xidmət edən rəyə konstruktiv rəy deyilir. Lakin verilən rəy əgər heç bir düzəlmə tərkibi daşımırsa, qarşıdakı insana heç bir faydası yoxdursa, bu artıq olur dekonstruktiv rəy, yəni düzəldici olmayan rəy. İndi biz nəzər salaq. Məsələn, bu bölgüdə pedaqoji yanaşmada bizə konstruktiv rəy lazımdır, əlbəttə ki. Yəni bir təhsil verən əlbəttə ki, istəyər ki, şagirdləri mütəmadi olaraq inkişaf etsin, irəli getsin. Ona görə də onun verəcəyi rəy nə cür olmalıdır? Konstruktiv, inkişaf etdirən. Biz dedik ki, effektiv rəy formativ qiymətləndirmədə olur. Bəs formativ qiymətləndirmə nə idi? Formativ qiymətləndirmə o idi ki, şagird olduğu yerdən olmalı olduğu yerə qədər gələn qiymətləndirmə. Yəni biz formativ qiymətləndirməni o zaman təşkil edirik ki, baxaq görək təlim nəticəsinə uyğun olaraq bu şagird həmin bu təlim nəticəsinə gəlib çıxdımı? Nə dərəcədə gəlib çıxıb? Demək ki, əgər bu formativ qiymətləndirmənin bir hissəsidirsə, effektiv rəy. Bəs yaxşı, biz konstruktiv, yəni müsbət rəy verməsək, dekonstruktiv rəy versək, şagird irəli gedə bilər? Əlbəttə ki, xeyr, gedə bilməz. Baxın, konstruktiv rəy odur ki, gözlənilən işə obyektiv fikir bildirilir. Məqsədə çatmaq üçün nələrə ehtiyac var, onlar vurğulanır, onlar qeyd olunur, müsbətə köklənilir və gələcək yönümlü olur. Şəxsiyyətə yönəlik olmamalıdır, idraki fəaliyyətə yönəlik olmalıdır. Nə deməkdir bu? Gəlin indi bunların hər birinə ayrı-ayrılıqda nəzər salaq. Deyək ki, şagird verilən tapşırığı icra edib, müəllim baxır. Müəllim əvvəla şagirdin səhvlərini deməklə başlamamalıdır. Bu şagirdi motivasiyadan sala bilər, inamını qıra bilər. Öncə görülən işdə uğurlu müsbət tərəfləri tapıb onları qeyd etmək lazımdır. Hal-hazırda nələr edilib, nələri etməyə ehtiyac var və bunu necə etmək olar? Əsas məsələ bu üçüdür, effektiv rəydə. Baxın, diqqət eləməli olduğumuz məqam budur ki, müəllim və yaxud rəy bildirən hər kimdirsə şəxs həlli yolunu açıq-açıq deməməlidir. Əgər düzəldilməli ortada nə isə varsa, onu nə cür düzəltməyi ona göstərtməlidir. Yəni, bax, sən bunu səhv etmisən, bunu bu formada et, düzəldərsən. Sırf özü götürüb onu düzəltməyi bu konstruktiv rəy sayılmır. Konstruktiv rəy odur ki, səhv olunan bir şeyi düzgün nə cür edərsə, onu yönləndirməlisən. Növbəti bir bizim diqqət eləməli olduğumuz məqam nə idi? Şəxsiyyətə yönəlik olmamalıdır. Effektiv rəy qətiyyən şəxsiyyətə yönəlik ola bilməz. Yəni, bir insanın
hansısa şəxsi keyfiyyətləri ilə onun idraki fəaliyyətlərini qarışdırmaq olmaz. Bu artıq tərif sayılır. Bu artıq rəy sayılmır. Deyək ki, şagirdin biri çox güclü istedadı var. Biz ona deyirik ki, hə sən əlasan, çox savadlısan, çox ağıllısan. Bu nə qədər düzgündür? Əlbəttə qətiyyən olmaz. İki səbəbi var. Birinci səbəb odur ki, siz şagirdə deyirsiniz ki, sən çox ağıllısan, çox savadlısan, sən hər şeyi bacarırsan. Bu tapşırıq üçün bu keçərlidir, tamam. Ancaq sabah şagird başqa bir hansısa çalışma ilə bağlı, hər hansısa dərsin bir gedişatı ilə bağlı siz şagirdə sual verirsiniz. Şagird əgər fikrindən tam əmin deyilsə, o artıq verilən suala cavab verməyə çəkinəcək. İstənilən halda artıq şagird düşünür ki, müəllim mənim üçün çox ağıllısan, çox zəkalısan demişdi. Mən əgər bu suala səhv cavab verərəmsə, demək ki, mən müəllimin gözündə olan imicim, gözündə olan yerim zəifləyə bilər və şagird çəkinərək suala cavab vermir. Bu isə gətirib şagirdin qapalı düşüncə tərzinə keçməyini gətirib çıxarır. Buna görə də ümumiyyətlə mümkün deyil ki, siz şagirdin şəxsiyyətinə yönəlik bir rəy verəsiniz, o şagirdi inkişaf etdirə. Qətiyyən mümkün olan bir şey deyil. Siz şagirdin yalnız idraki fəaliyyəti ilə bağlı müsbət yönümlü rəylər bildirməlisiniz. İkinci bir səbəb nə idi? İkinci bir səbəb o idi ki, siz şagirdə deyirsiniz ki, sən çox ağıllısan, çox savadlı, bacarıqlısan. Bu, sinifdə digər şagirdləri emosional cəhətdən çox dərindən yaralayır. Düşünün, şagird düşünür ki, aha, müəllim Əliyə deyir, sən çox savadlısan, sən çox ağıllısan. Demək ki, Əli onsuz da bacarıqlı, istedadlıdır. Əli nə edərsə düzgün edir. Mən edərəmsə onsuz da müəllim mənə demədi. Ona görə demək ki, mən Əli qədər bacarıqlı, istedadlı deyiləm. Uşaqlarda özgüvən əskikliyinə gətirib çıxarır, qeyri-sağlam rəqabət mühitinə gətirib çıxarır. Bununla da sinifdəki uşaqların nəticələri zəifləyə bilir. Yəni bu rəy uşağı inkişaf etdirməkdən daha çox şagirdləri zəiflətməyə yönəlik bir rəy olmuş olur. Ümumiyyətlə pedaqoji sarıdan müqayisə sinifdə, təhsil mühitində, öyrənmə mühitində qəbul olunmaz bir şeydir. Hər hansısa uşağın müqayisəsi, şagirdin müqayisəsi onu həm emosional sarıdan, həm idraki sarıdan geri sala bilir. Müqayisə yalnız şagirdin özü ilə bağlı edilə bilər. Müəllim şagirdə məsəl üçün deyə bilər ki, sən bundan əvvəlki bölmədə isimin hallarını qarışdırırdın və yaxud belə deyək, vurma əməlində çətinlik çəkirdin. Ancaq hal-hazırda bununla bağlı bəzi məsələləri düzəltmisən, deyək ki, vurma cədvəlini daha yaxşı öyrənmisən. Baxın, bu şagirdin özü ilə bağlı müqayisəsidir və şagirdə emosional sarıdan da dəstək verir. İdraki fəaliyyətinə də yaxşıdır. Bilir artıq şagird nəyi bilir, nəyi bilmir. Bu sarıdan effektiv rəydir. Lakin onu kimləsə müqayisə etmək qətiyyən düzgün olan bir şey deyil. Filan şagird bilir, sən bunu bilmirsən. O düz etdi, sən bunu düz etmirsən. Lori dildə desək, Azərbaycan mentalitetində xalqın uşağı anlayışı var. Yəni o edə bilir, sən edə bilmirsən. Bu uşaqlarda dərin travmalar yaradır emosional sarıdan. Buna görə də ümumiyyətlə sinif mühitində, öyrənmə mühitində müqayisə qəbul olunmazdır. Bizim az öncə bəhs etdiyimiz şəxsiyyətə köklənmiş rəy də məhz bu sarıdan olmaz. Çünki hər hansısa şagirdin şəxsiyyətinə tərif olunarsa, onun şəxsiyyətinə rəy bildirilərsə, digər şagirdlər bundan yaralana bilər. Baxın, biz bayaq dedik ki, rəy mənfi rəylə başlamamalıdır. Düşünün, gəlin heç biz ümumiyyətlə hansısa bir pedaqoji mühiti yox, gündəlik məişətdən bir epizod düşünək. Ata ilə oğul hər hansısa bir əşyanı, belə deyək, velosipedi təmir edirlər. Ata oğluna deyir ki, sən boltları səhv bağlamısan, açarı düz tapmadın, artıq uşağın görülən işə həvəsi tamamilə ölər. Mən bunu bacarmayacağam, mən bunu edə bilmərəm. Uşaq qapalı düşüncə tərzinə keçir. Ata necə başlasa daha yaxşı olardı? Məsələn, desin ki, oğlum afərin, düz nömrəli açarı gətirmisən, tapmısan. Ancaq açarı biraz daha meyilli tutsan, bunu bacararsan, boltu daha yaxşı sıxa bilərsən, belə deyək.
Görürsüz, ata nə açarı alıb özü onu sıxmadı, nə də mənfi bir fikirlə başlamadı. Bu formada olanda uşaqda inkişaf olur. Səhv olduğu yerləri də demək lazımdır. Dedi də, məsələn, dedi ki, sən açarı biraz daha meyilli tutmalısan və onun üsulunu öyrətdi, birbaşa özü etmədi. Ancaq fikrə nə ilə başladı? Müsbət tərəflərlə. Şagirdi və yaxud burada bu situasiyada uşağı motivasiyadan salmayaraq. Digər bir məsələ. Məsələn, əgər ata oğluna desəydi ki, afərin, sən çox bacarıqlısan, sən əlindən hər iş gəlir. Bu nə olurdu? Uşağın çiyninə bir yük qoyuruq. Sabah o uşaq deyək ki, su krantı qırılıbdı. Onu təmir edə bilməyəndə düşünür ki, hə, mən aldadılmışam, mən deməli deyilən qədər də bacarıqlı deyiləm və tamamilə motivasiyadan düşür, özgüvəni qırılır. Ancaq onun yerinə siz düşünün, ata ona desin ki, oğlum, sənin xırda məişət əşyalarını özünün təmir etmək istəməyin, həvəsin çox təqdirə layiq bir şeydir. İnsan ola bilər ki, nə isə ilk cəhddən edə bilməsin, daha sonralar bunu edə bilər. Sən də həmçinin. Baxın, bu artıq şəxsiyyətə aid yox, onun göstərdiyi fəaliyyətə aid olan bir rəydir. Yəni iradəli olmaq, əzmli olmaq, ilk dəfə uğursuzluqdan geri çəkilməmək. Bu kimi şeyləri qeyd etdi ki, bunlar olsa sən daha bacarıqlı, daha yaxşı olarsan. Onun hansısa bir yük qoymadı çiyninə ki, sən beləsən, sabah birisi günə o uşaq onu edə bilməyəndə artıq o travma alır. Bundan əlavə, məsələn, biz digər bir məsələ, hal-hazırda hansılardan qeyd etdik? Mənfi rəylə başlamamaq, şəxsiyyətə yönəlik rəy yox, idraki fəaliyyətə yönəlik rəy dedik. Burada digər bir məsələ də var. Nə idi digər bir məsələ? Keçmişə yönəlik olmaması. Rəy keçmişə yönəlik olmamalıdır. Yenə eyni situasiya üzərindən mən izah verməyə çalışıram ki, sizdə qarışıqlıq olmasın. Həmən situasiyanı düşünək. Ata oğluna desin ki, velosipetin deyək ki, o dəmir lentini sən keçən səfərdə səhv bağlamışdın, bu dəfə də səhv bağlamısan. Bunun uşağa hər hansısa bir faydası varmı? Əlbəttə ki, yox. Artıq bu olubdu. Onu edə bilmədiyi bir şeyi nə cür etməyi ilə bağlı biz rəy bildirməliyik. Düşünün, ata bir kəlmə dedi ki, sən bunu hər dəfə səhv edirsən və dayandı. Heç bir başqa fikir bildirmədi. Bu keçmişə yönəlik və dekonstruktiv rəydir. Heç nəyi düzəltmədi. Keçmişdə olmuş bir şeyi dedi. Bunun uşaq üçün heç bir faydası yoxdur. Ancaq ata belə deyə bilərdi. Oğlum, sən velosipetin dəmir kəmərini doğru bağlaya bilmək üçün yaxşı olar ki, digər başqa bir velosipetin iş prinsipinə baxasan diqqətlə, onda bunu daha yaxşı edə bilərsən. Görürsüz, burada həlli yolu üçün də bir yol göstərir, hansısa başqa velosipetin iş prinsipinə baxmağı və gələcəyə yönümlüdür. Artıq keçmişdə etdiyi səhvlərlə bağlı ona heç nə demir. Belə olduqda bu rəy konstruktiv rəy sayılır. Ümumiyyətlə, dediyimiz kimi, konstruktiv düzəltmək deməkdir. Hansısa səhvləri və yaxud nə isə düzəltmək. Rəy də bu formada olmalıydı. Biz indi sadaladığımız şeylər nələr oldu? Dedik ki, konstruktiv rəy nə cür olmalıydı? Müsbət yönümlü. Müsbət başlamalıydı. Bunun əksi, yəni dekonstruktiv rəy nə cür oldu? Mənfi yönümlü, mənfi nələrləsə fikrə başlayırdıq. Daha sonra konstruktiv rəy gələcək yönümlü olmalıydı. Dekonstruktiv rəy bunun əksinə keçmişə yönəlikdir, keçmişdəki səhvlərdən bəhs elədi. Daha sonra idraki fəaliyyətlə bağlı olmalıydı konstruktiv rəy. Ancaq dekonstruktiv rəy nə cür olmalıydı? Emosional, yəni şəxsə yönəlik olurdu. Dekonstruktiv. Və bir də məlumat yox, həlli yolunu göstərən formada olmalıdır konstruktiv rəy. Dekonstruktiv rəy isə sadəcə məlumat xarakterli olur. Hə, sən filan şeyi səhv etmisən bu tapşırıqda. Sadəcə məlumat verdi və dayandı. Heç bir həlli yolu ortada yoxdur. Demək ki, bizim az öncə baxdığımız konstruktiv rəyin belə deyək xüsusiyyətləri 4 ədəd oldu. Onların tam əksi, yəni dekonstruktiv rəyində özünün 4 ədəd xüsusiyyəti oldu. İndi biz gəlin sizlə rəyin prinsiplərinə baxaq. Effektiv rəyin bir neçə prinsipi var. Bunlardan bəhs eləyək. Rəy bütün bunlarla yanaşı spesifik olmalıdır. Spesifik xüsusi deməkdir.
şagird gətirib deyək ki, bir tapşırıq işləyibdi. Sən o tapşırıqda müəllim qeyd eləyir ki, bu tapşırıq bizim təlim nəticəmiz ismin hal şəkilçiləridir. Bugün bunu öyrənirik. Şagirdə tapşırıq vermişik və şagird onu gətirir. Müəllim rəy verir ki, səhvlərin çoxdur oğlum. Baxın, və yaxud da 2 yerdə səhvin var. Bəzi düzlərində çoxdur. Buradan, bu rəydən şagird nə öyrənə bilər? Səhvlərin 2 yerdə səhvin var, ancaq düzlərin çoxdur. Bu məlumat xarakterli oldu, bayaq dediyimiz kimi. Və heç bir spesifiklik yoxdur burada. Şagird konkret olaraq nəyə fikir bildirildiyini bilmir. Müəllim amma belə deyə bilərdi ki, məsələn, oğlum, hal şəkilçilərini düzgün seçmisən, lakin qeyri-müəyyən yəlik hallı sözləri seçməkdə problemlərin var. Bunun üçün də yaxşı olar ki, sən ismin suallarını düzgün verməklə onu rahatlıqla tapa bilərsən. Görürsüz, artıq şagirdin hansı bölməyi ilə bağlı sırf çətinliyi varsa, rəyi ona verdik. Ümumi olmadı bu rəy. Problemli bölgə nə idisə biz rəyi ona verdik. Bu bir prinsip idi. Digər bir prinsipimiz nə idi? Vaxtında verilən rəy. Baxın, rəyi şagirdə vaxtında vermək lazımdır. Bugün şagird burada hansısa bir məsələnin gedişatında, çalışmanın gedişatında səhvə yol veribdirsə, siz onu yoxlayarkən onun səhvini həmin anda ona qeyd etmirsinizsə, 3 bölmə keçdikdən sonra siz ona o bölmə ilə bağlı nə isə izah etməyinizin və yaxud rəy verməyinizin ki, sən o vaxt bunu səhv etmişdin, bunu bu formada etməliydin. Onun üçün şagirdə daha azdır faydası. Düzdür, ola bilər ki, biz sinif mühitində anında, vaxtındaca rəy verməyə vaxt tapa bilmirik. Bu sinifdəki şagirdlərin çoxluğu ilə bağlı ola bilər, dərs prosesinin gedişatı ilə bağlı ola bilər. Ancaq mümkün qədər çalışmalıyıq ki, ən qısa zamanda, vaxtındaca biz ona rəy bildirək. Və bir məsələ daha var, prinsiplərlə bağlı. İkisini dedik, spesifik olmağın dedik, vaxtında olmağın dedik. Bir də dedik ki, effektiv rəy nə idi? Formativ qiymətləndirmənin əsas komponentlərindən idi də, düzdürmü? Bəs bu formativ qiymətləndirmə nə idi? Təlim məqsədlərinə, təlim nəticəsinə bizi aparan o yol idi də. Demək ki, bizim rəyimiz təlim məqsədlərinə, təlim nəticələrinə uyğun olmalıdır. Bizim əgər bugün təlim nəticəmiz, deyək ki, feilin, təsriflənməyən feilin formalarını seçməkdirsə, sən şagirdə verdiyin tapşırığı, təlim nəticəmiz bu olduğu halda, gəlib həmən tapşırıqda orfoqrafik səhvlərlə bağlı şagirdə rəy verirsənsə, artıq bu, təlim məqsədlərindən kənara çıxmış bir rəy sayılır. Sənin bölmən nədirsə, sən şagirdə hal-hazırda alt standartların, təlim məqsədlərin, nəticələrin nədirsə, sən rəylərini daha çox o yönümlü etməlisən. Etməzsənsə artıq bu uyğun gəlmir. Bu bizim 3-cü prinsipimiz oldu. Daha sonra bir də bizim diqqət etməli olduğumuz nədir? 4-cü prinsipimiz həssaslıq. Həssaslıq bizim az öncə sizlə izah verdiyimiz hissə emosional rəy olmamalıdır dedik. Şəxsiyyətə yönəlik olmamalıdır, idraki fəaliyyətə yönəlik olmalıdır. Həssaslıq daha çox onunla bağlıdır. Yəni bir şagirdə rəy bildirərkən emosionallıqdan, həssaslıqdan kənar olmalıyıq. Nə aşırı sərt, nə aşırı mülayim, nə çox tərif yönümlü, nə çox həmən şagirdə irad yönümlü olmamalıdır. Bayaq çəkdiyimiz nümunəyə geri qayıda bilərik. Ata ilə oğul velosiped məsələsindən. Məsələn, ata nə oğluna dayanmadan təriflər yağdırsa ki, afərin, sən əlasan, yaxşı iş görürsən, çox bacarıqlısan, nə də dayanmadan onu tənbih etsədir ki, sən heç nə bacarmırsan, çox bacarıqsızsan. Bu tərz, görürsünüz, iki halın ikisi də məqsədə uyğun hal deyil. Yəni, həssaslıq, rəy verərkən ümumiyyətlə həssaslığı kənara qoymaq lazımdır. Bu istər pedaqoji yanaşmada olsun, istər ailə daxilində ana öz övladına belə rəy bildirərkən ona olan sevgisini bir kənara qoyub görülən işə rəy bildirməlidir. Həmçinin də müəllim. Ola bilər ki, müəllim sinifdə biz bilirik şagirdlər arasında
diferensiallıq, inklüzivlik və s. yəni şagirdlərin fərqlilikləri mövcuddur. Bəzi şagirdlər təriflənəndə daha çox uğur əldə edirlər, bəziləri isə əksinə təriflənəndə bir balaca onlarda zəifləmə olur. Amma müəllim bütün bu şəxsiyyət tiplərin, bütün bu şagird tiplərin falan hamısını nəzərə aldıqdan sonra yekunda yenə də həssaslığa yer verməməlidir. Hə, bu şagird sevir təriflənməyi, qoy tərifləyim, xeyr, mümkün deyil. Və yaxud bu şagirdi mən tənbih etdikdən sonra daha yaxşı oxuyur, qoy onu biraz rəylərdə tənbih edim, xeyr. Müəllim verdiyi rəydə qətiyyən həssaslığa yer verməməlidir. Effektiv rəylə bağlı bu qədər. İlkin olaraq biz effektiv rəydə dedik ki, əsas məsələlər nələrə diqqət olunmalıdır? 4 dənə onu dedik. Daha sonra 4 dənə bizim prinsipimiz vardı, onu dedik. Ümid eləyirəm ki, rəylə bağlı olan bu qısa izahımız sizin üçün faydalı olubdur. Video ilə bağlı irad və təkliflərinizi rəylərdə qeyd eləyə bilərsiniz. Ümid eləyirəm ki, öz fikirlərinizi deməkdə çəkinməyəcəksiniz. Sağ olun, diqqətiniz üçün minnətdaram.